İlk sualda elə aşağıda eyni matematikdə müxtəlif hərəkət təncizləri verilmişdir. Hansı halda matematikdə ən kiçik əvəzedici qüvvə təsir edir? Bundan deyəsən keçən dəfə işlədik. Qüvvə nə zaman kiçik olurdu? Təcil kiçik olduqda. Təcil nə zaman kiçik olur? Koordinat tənliyində t kvadratın əmsalı t kvadratın əmsalı təcilin yarısı idi. Yəni t kvadratın əmsalı harda kiçikdirsə, təcil orada kiçikdir, əvəzedici qüvvə də orada kiçikdir. Burada da tek vaxtın əmsalı 6-dır, burada 5-dir, burada 2-dir, burada 3-dür, burada 1-dir. Ən kiçik qiymətini burada 1-də aldığı üçün, yəni D variantında aldığı üçün təcilin qiyməti burada artıq olacaq 2. Çünki A bölü 2-nin yerinə 1 dayanıb, A deməli 2-dir. Ən kiçik qiymətini burada aldığı üçün əvəzedici qüvvənin ən kiçik qiyməti deməli D variantında qeyd olunub. Daha sonra növbəti suallarımız isə cəvizə bərabər sürətli hərəkətdə düsturlara əsaslanır. Yəni biz təkrar düsturları yadımıza salsaq, təcilin məqsədsizmə təcilin düsturu A bərabərdir V kvadratı bölünsün R və yaxud omega kvadratı R və yaxud omega V və yaxud 4pi kvadratı R bölünsün T kvadratı, nə bilim 4pi kvadratı N kvadratı R. Yəni məqsədsizmə təcilin düsturlarından istifadə etməklə və bu düsturları nəyə vurmaqla, kütləyə vurmaqla biz qüvvənin düsturlarını almış oluruq. Misal üçün burada V kvadratı bölür təcilin düsturudur. Bunu vuranda kütləyə bizə qüvvənin düsturunu vermiş olur çevrədə. Burada da yenə qüvvənin düsturunu istəyir bizdən. Omega kvadratı R təcilin düsturudur. Bunu vuranda kütləyə biz qüvvənin düsturunu almış olacağıq. Və misal üçün dördüncü sualda deyir ki, təcilin istiqaməti hansı istiqamətdədir? Uşaqlar, əvəzedici qüvvə istiqamətdədir və biz demişdik ki, əvəzedici qüvvə bu istiqamətlərdə ortadan çıxan xətt olur. Yəni bu. Əvəzedici qüvvə ortadan çıxan xətt olur. Burada da ortadan çıxan xətt istiqamətində əvəzedici qüvvə yönəldiyi üçün təcil də həmin istiqamətdə yönəlmiş olacaq. Deməli, təcil istiqamət olacaq. Burada variantı görmürəm. Görmüyorum. Aşağı düşün görüm. A variantı. Deməli, dördüncü sualın cavabı olacaq elə A variantı. Ortadan çıxan xətt əvəzedici qüvvənin istiqamətini verir və əvəzedici qüvvə hansı istiqamətə yönəlirsə, təcil də o istiqamətə yönəlmiş olacaq. Bu Elcan, nə işlə məşğulsan bala? Çıxıb girirsən elə onlayna. Deməli, 5-də də eyni şey, yenə ortadan çıxan xətt əvəzedici qüvvəni və yaxud təcil istiqamətini verəcək. Bu da bu istiqamətdə yönəlmiş olur. 5-də də cavabımız olacaq. İndi variantlar bu yuxarıda qeyd olunub. Yəqin ki, baxaq variantlara. B variantıdır. Bəli, 5-də B. Növbəti sualımız 6-da isə internetimiz niyə zəifdir? Hamınız maşallah pullu uşaqlar, bir dənə paket alın da 50 GB, 60 GB. Deməli, M1 bölü M2 bərabər 4-dür. Bizə deyir ki, qarşılıqlı təsirdə qüvvələr bir-birinə bərabərdir. Təcil nə idi? A bərabər F bölünsün M. Təcil kütlələr necə asılı idi uşaqlar? Tərs asılı idi. Yəni, bu nisbətin tərsi olacaq. Yəni, yazıram. M1 bölü M2 nisbəti bərabərdir tərsi A2 bölünsün A1 tərsi. M1 bölü M2 nisbəti bərabərdir tərsi A2 bölü A1 nisbəti nəyə bərabər olur? M1 bölü M2-yə, yəni 4-ə bərabər olur. Bizə də A2 bölü A1-i soruşur. O da deməli nəyə bərabər oldu? 4-ə bərabər oldu. Onsuz da burada birbaşa tərs çevirib. Yəni bu 1 bölü 2 nisbətidir. Burada 2 bölü 1 nisbətidir. Birbaşa onsuz tərsinə çevirib nisbət deməli nəyə bərabər oldu? Elə 4-ə bərabər oldu. Sonra BBA, hə, deməli 7-də də yenə F böl omega və bizə nəyi verir? A-nı verir. Yəni bu birləşmə A-nı verir. F-i də A-ya böləndə bizə nəyi verəcək uşaqlar? Kütləni verəcək. Bu düsturlardan danışdıq. Sonra nədən danışaq? Bunlar heç, yəni çevrənin düsturlarıdır, bilmək lazımdır. Mesela 11-ci sualda deyir ki, verilmiş radius çevrə özü bərabər sürətdə hərəkət edən cismin sürəti 2 dəfə azaldıqda ona təsir edən qüvvə necə dəyişər? Radius verilib, cismin sürəti 2 dəfə azaldıqda radius verilib, R bərabərdir, konstantdır. Sürət 2 dəfə azaldı, sürət 2 dəfə azaldı. Bu zaman qüvvə necə dəyişər? Deməli, dostlar, F bərabər düstur MA, A-nın yerinə yazıram nə? V kvadratı bölünsün R. Yəni, F
V-dən necə asılıdır? Kvatik asılıdır, düz kvadratik. Deməli, sürət azalırsa qüvvə də azalacaq və kvati qədər azalacaq. Yəni 4 dəfə azalmış olacaq. Yəni cavabımız olacaq 11-də B variantı. Yəni nə verilibsə, misal üçün radius verilib deyirsə, düsturda radius olmalıdır. Burada da radius qeyd olunub. Şərtdə nə verilibsə o düsturda olmalıdır. 12. Kütləsi 200 qram olan cismin hərəkət tənliyi verilib, cismə təzyiqin əvəzedici qiymət tap. Koordinat tənliyində dedik ki, tek vaxtın əmsalı təcilin yarısıdır. Yəni tek vaxtın əmsalı nədir burada? A bölü 2-dir. A bölü 2-nin yerinə nə dayanıb? Burada 2, 4 dayanıb. Deməli, təcilin qiyməti nə olduğunda 8 oldu. Təcilin qiyməti 8-dir. 8-i böləndə 2-yə oldu 4. 4 də əmsal kimi yazıldı burada. Deməli, təcilin qiyməti 8-dir. Kütlənin də qiyməti neçədir? 200 qramdır. Kiloqrama çevirəndə olur nə? 10-da 2 kiloqram. Bizə nə istəyir? Qüvvəni istəyir. Qüvvə nəyə bərabərdir? Kütlə vurulsun təcillə. Yəni 10-da 2-ni vuracağam 8-ə. Bu da neçə verəcək? 1/6 verəcək. Yəni cavabımız olacaq 12-də C variantı səhifənin sonuncu sualı idi. Hatice, Hatice Kamilə gəldi. Davam. Davam, davam. Hı -hı. 13. Deyir ki, nə cismə təsirin əvəzedici qüvvəni 6 Newton artırdıqda onun təcili 3 dəfə artmışdır. Başlanğıc halda cismə təsir edən əvəzedici qüvvəni deyir hesabla. Dəqiqə. Aha. Deməli, mütənasib sualı əvəzedici qüvvə 6 Newton artdı. Yəni F2 bərabərdir F1 plus 6. Əvvəlki qiymət sonuncu qiymət əvvəlki qiymətdən 6 Newton artıqdır. Çoxdur. Təcilin də qiyməti 3 dəfə artdı. Uşaqlar, təcil 3 dəfə artırsa, avtomatik qüvvə də 3 dəfə artır. Təcillə qüvvə nə idi? Xalqlı idilər. Təcil 3 dəfə artırsa, qüvvə də 3 dəfə artır. İndi bu F2-ləri bərabərləşdirsək, yazırıq. F1 plus 6 bərabərdir 3F1-ə. 3F1-dən birinin çıxanda qalır 2F1 bərabərdir 6. F1 bərabər neçə olur? 6 bölü 2, yəni 3 Newton. Bizə də əvəzedici qüvvənin ilkin qiymətini istəyir. Yəni cavabımız olacaq 13-də A variantı, yəni 3 Newton. Sonra 14-də də yenə nəyə bilməliyik? Təcilin qiymətini. Təcilin qiymətini bilib kütləyə vuranda biz qüvvənin qiymətini tapmış olacağıq və tənlim V bərabərdir V0 plus AT tənliyidir. Yəni burada T-nin əmsalı təcilin qiymətini göstərir. Yəni təcil burada nəyə bərabərdir? 10/5-ə bərabərdir. T-nin əmsalı təcilin qiymətini göstərir. Təcil 10/5-ə bərabərdir. Deməli, koordinat tənliyində tek vaxtın əmsalı təcilin yarısıdır. Sürət tənliyində T-nin əmsalı təcilin özüdür. Deməli, təcili qiyməti 10/5-dir. Kütlənin qiymətinə bizə 1/5 ton verib. Bunu kiloqrama çevirəndə olur 1500 kiloqram. Bizə nə istəyir? Əvəzedici qüvvəni istəyir. Əvəzedici qüvvə nəyə bərabərdir? Kütlə vurulsun təcillə. Kütlənin qiyməti 1500 vuracaq. Təcilin qiyməti 10/5-ə. Hasil neçə eləyəcək? 750. Yəni cavabımız olacaq 14-də də B variantı. Sonra yəni bu tip suallarda biz təcilin qiymətini tənlikdən tapmalıyıq və onu kütləyə vurmaqla qüvvənin qiymətini tapmış olacağıq. 15 oxşar tiplidir. Yəni koordinat tənlik sualına oxşarına. 16 və 17-ci suallara baxırıq. 17, 18-ə baxacağam indi. 16 ilə 17 oxşardır onsuz. 17 ilə 18-ə baxaq. 17-də deyir ki, təcilin cismin kütləsinin asılıq diaqramında verilmiş nöqtələrə uyğun qüvvələrin nisbətini istəyir bizdən. Heç nə. Ayrı-ayrıda tap böl bir-birinə. F2-nin qiymətini tapanda ikincinin kütləsi, ikinci nöqtənin kütləsi 4-dür. Yəni F nəyə bərabərdir? Normalda düzdür. A MA-dır da, yəni. F2-nin qiyməti tapanda həm ikincinin kütləsini vururam ikincinin təcilinə, yəni 2-yə. 4 vur 2 eləyir 8. Birincinin qüvvəsini tapanda isə birincinin kütləsini, yəni 2-ni vururam birincinin təcillinə 3-ə. Bunun da hasili oldu 6 Newton. İndi bunların nisbətini bizdən istəyir. F2-ni deyir F1-ə böl. 8-i böləcəm 6-ya. Neçə olacaq? Hər tərəfi 2-yə böləndə 3-də 4, yəni cavabımız olacaq 17-də B variantı. Ayrı-ayrılıqda qiymətləri tapıb bir-birinə bölürsünüz. Sonra
18-də bizdən nə istəyir? 18-də bizdən istəyir ki, cismə təsir edən əvəzedici qüvvənin zamanlaması qrafik verilmişdir. Hansı zaman anında intervalında cisim bərabər tərzdə hərəkət edir? Bərabər tərzdə hərəkət edirsə, qüvvə də bərabərdir. A konstantsa, deməli F də konstantdır. Əvəzedici qüvvənin də qiyməti sabitdir. Və sabit hissə hardadır? A ilə B arasındadır. A ilə B arasında cisim bərabər tərzdə hərəkət edəcək. Yəni cavabımız olacaq 18-də B variantı. Belə. Bunlar getdi. Sonra davam. Bunlar necə suallardır? 20. Aha. Düz xəttli hərəkətlər cismin yerləşməsinin modunun zamanla qrafik vermişdir. Hansı ifadələr deyir doğrudur? Bu hansı qrafikdir? Yəni təpəyə doğru qalxır. Bu yəni hansı hərəkətdir? Bərabər yavaşlayan. Biz demişdik ki, rahat yadda saxlamaq üçün demişdik ki, qrafik təpəyə doğru qalxırsa, burada getdikcə sürət azalır, yəni yavaşlayan hərəkətdir. Və yavaşlayan hərəkətdə bərabər tərzdə hərəkətin bir növü olduğu üçün bu bərabər yavaşayandır. Bərabər tərzli hərəkətin bir növü olduğu üçün təcil sabitdir və sıfırdan fərqlidir. Yəni A bərabərdir konstantdır və sürətin qiyməti getdikcə azalır. Təcil sabitdir, A bərabərdir konstantdır və sürətin qiyməti getdikcə azalır, bərabər yavaşlanır. Və təcil sabit olduğu üçün qüvvə də sabitdir və qiyməti, yəni əvəzedici qüvvə də sabitdir və qiyməti sıfırdan fərqlidir. Yəni cavabımız olacaq burada 2 ilə 3. Yəni cavabımız olacaq 20-də Y variantı. Sürət sabit ola bilməz, çünki sürətin qiyməti yavaşın hərəkətli azalır. Daha sonra Kamil Ağacanova left joint, left joint, left joint, left joint gedir elə. İç həftənin sonuncu günü left joint, left in the joint olar. Belə davam. Həcmi verib bizə uşaqlar. Deyir ki, ona təcilin əvəzedici asqıra diaqramı verilmişdir. Cismin sıxlığını deyir hesabla. A var, F varsa mən nəyi tapa bilərəm? Kütləni. Kütlə nəyə bərabərdir? Qüvvə bölünsün təcil. Qüvvənin qiyməti 8-dirsə, ona görə təcilin qiyməti neçə olur? 20 olur. Hər tərəfi 2-yə böləndə elə 4-də 4 bölü 10 eləyir. Bu da nə verir? 10-da 4. Yəni kütlənin qiyməti 10-da 4 kiloqram. İndi uşaqlar, həcmin qiymətini də bizə verib 100 santimetr kub. 1 metr kub, 1 metr kub, bəzi şəxslər bunları bilmir. 1 belə deyək, santimetrlə gedək. 1 santimetr 10 üstü mənfi 2-dir. 1 santimetr kub isə kuba yüksəltdiyimiz üçün 2-ni də 3-ə vuracaq. 10 üstü mənfi 6 metrin kubudur. Yəni bu bizə verəcək 100 vurulsun 10 üstü mənfi 6 metrin kubu. Bizə nə isə sıxlığı istəyir? Rho bərabər M bölünsün V. 100 kütlənin qiyməti 10-da 4. Bölürəm nəyə? Bunu mən göstərə bilərəm də 4 vurur 10 üstü mənfi 1 kimi. Onda 4-ü göstərdim 4 vurur 10 üstü mənfi 1 kimi. Aşağı tərəfdə həcmdə 100 vurulsun 10 üstü mənfi 6. 4 vurur 10 üstü mənfi 1. Aşağı tərəf 10 üstü 2 vuranda 10 üstü mənfi 6 olur. 10 üstü mənfi 4. 4 vurulsun. 10 üstü mənfi 1'i 10 üstü mənfi 4'ə böləndə olur. 10, 4 çıxılsın 1. Yəni 10 üstü 3. 4 vur 10 üstü 3 bizə nəyi verir? 4000'i verir. Yəni cavabımız olacaq 21'də elə C variantı. Davam. Sıxlıq sualları, yəni sıxlıq, kütlə, həcm bunlar vacib sual tipləridir. Yəni bir dənə sual belə tipli suallar düşür. Yəni ilk mövzularda təbii ki, sıxlıq, kütlə, həcmi bilmək lazım olduğundan ilk imtahanda bunların düşmə ehtimalı çox olur. Newton vur saniyə bölü kiloqramdır. Hansı fizik qiyometrin vahididir? Newton yerinə nə yazacaq? Newton yerinə açışı, yəni dedik ki, Newton açışı çox vacibdir. Kiloqram vur metr bölü saniyə kvadratdır. F bərabər MA-dan gəlir. Deyir ki, bu Newtonu vursam saniyəyə, bölsəm kiloqrama bizə nəyi verər? Bu Newton kiloqram vur metr bölü saniyə kvadratdır. Digərlərini saxlayaq yerində. Saniyə, bu da aşağıda kiloqram. Kiloqram kiloqrama aparır. Saniyə biri gedir, qalır metr bölsün saniyə. Metr bölü saniyə də nəyin vahididir? Sürətin vahididir. Yəni cavabımız olacaq 23'də uşaqlar D variantı. Ən sevmədiyin. Sonra
Eleven diaqramı, eleven diaqramı işləyək. Deyir ki, A cismi və B cisminin hərəkət tənliklərini verib və deyir ki, əvəzedici qüvvə hərəkət istiqaməti yönəlir. Əvəzedici qüvvə nə zaman hərəkət istiqaməti yönəlir? Yəni ikisinin istiqaməti eyni olan hal yeniləşəndə, bərabər yeniləşəndə və bərabər yeniləşəndə işarələr eyni idi. Burada mənfi müsbətdir, burada mənfi mənfidir. Yeniləşəndir hərəkətli B cismi. İşarələri eynidir. Onda bu 2 aiddir. Əvəzedici qüvvə hərəkətin əksi istiqamətdəsə nə zaman əks istiqamət olurlar? Yavaşlayanda və yavaşlayanda işarələr əks işarəli olur. Yəni A cismi. Dayanana kimi 25 metr yol gedir. Əslində bunu təbii ki, tapmaq olar S-in düsturları ilə. Sadəcə məntiqən də yürüdə bilərsən ki, burada yavaşlayan hərəkət ancaq dayanır da. Yeniləşən dayanmır ki, bu yenidir, bu yavaşdır. Təbii ki, yeniləşən dayanmır, yavaşlayan dayanır. Ona görə də dayanma söhbəti varsa mən yavaşlayana yazıram. X oxunu əks istiqamətdə hərəkət edirsə, ikisinin də sürəti mənfidir və sürət nə idi koordinat təliyində? T-nin əmsalı. Burada sürət mənfi oldu, burada da sürət mənfi oldu. Yəni ikisində də sürət mənfi olduğundan, ikisində də sürət mənfi olduğundan hərəkət x oxunun əksidir. Və bərabər yanaşan hansı idi? B cismi. 2, 3, yəni rəqəmlərə fikir verək. 2, 3, 1, 5, 4. Yəni cavabımız olacaq 24-də uşaqlar D variantı. Tamam. Gəldik təzə bir suala. Görək fikirlər necədir? 25. Yayı hər iki ucdan F qüvvəsi ilə dartdıqda x qədər uzanır. Bu yayın bir ucunu tərpənməz bərkidib, digər ucundan F qüvvəsi ilə dartdıqda nə qədər uzanır? Fikirlər, 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 eyni, fikirlər qarışıq. Bəli, eyni olur. Bu tip suallarda uşaqlar iki tərəfdən də eyni qüvvə təsir göstərirsə, belə bir şeydir bu. Bu yaydır. Sırf bu F1-dəki istiqamətə baxsaq, F1-dəki təsirə baxsaq, bu tərəfi elə düşün ki, tərpənməz bir divardır. Elə düşün. Aşağıda kimi düşün. Bu yaya bir F qüvvəsi təsir edir. Və yaxud sağdakı tərəfdən baxsan, sağdakı qüvvə ilə baxsan, bu F qüvvəsidir. Artıq sol tərəfi tərpənməz divar kimi düşün. Bu yaya sağ tərəfində bir F qüvvəsi təsir göstərir. Yəni hər iki halda yaya təsir göstərən qüvvələr eynidir. Ona görə də yay burada x qədər uzanırsa, burada da x qədər uzanır. Yəni uzanma dəyişmir. Misal üçün, güvəndə belə bir sual var. Mərkəzdə bir dinamometr verir və deyir ki, sağ tərəfə 100 newtondur, sol tərəfə də 100 newtondur misal üçün. Uşaqlar da çaşır deyir ki, buradakı əvəzləyici qüvvənin qiyməti sıfırdır deyir. Bu ortadakı cisim deyil, ha, dinamometrdir. Bu dinamometr, yəni cihazın da qiyməti 100 newton olacaq. Yəni bu cihaz həm soldan 100 newton təsir göstərdiyini qeyd edir, həm də sağdan 100 newton təsir olduğunu qeyd edir. Ona görə də bu cihazın öz qiyməti də 100 newton olur. Yəni 100 newton təsirin olduğunu göstərir. Güvəndə belə bir sual var idi, Newtona aiddir. Newton qanunlarını bilmirəm, işlədik bəzilərində işləmədik. Yəni bu ortadakı yay və yaxud dinamometr sağdan da eyni qüvvənin, soldan da eyni qüvvənin olduğunu göstərir. Məsələn, burada da sağdan da eyni bir qüvvədir, soldan da eyni qüvvədir. Burada x qədər uzanırsa, burada da x qədər uzanmış olacaq. Sadəcə şəkil B şəkil A kimidir də, yəni şəkillər normalda eynidir.
Sən ortada dayanmısansa, sağ tərəfində sənin bir təsir varsa, sol tərəfində bir təsir varsa, bu zaman sən yetkim elə təpənməz qalırsan, eyni uzanırsan. 26. Eyni kütləli cisimlər sükunət vəziyyətinə müxtəlif sabit qüvvələrin təsiri ilə hərəkətə başlayır. Bərabər yerləşmələr etdikdə cisimlərin aldığı sürətin onlara təsirini əvəzedici qüvvənin modulundan asılı qrafiki hansıdır? Aha. Ə, bu tipli suallar bəzi şəxslər tərəfindən deyilir ki, daha vacib sual tipləridir, təzə sual tipləridir. Deyirlər ki, qəbul yönümlü suallardır. Bu tipli suallara daha çox istiqamət olunurmuş. Elə bir düşüncə var. Burada necə gedə bilərik? Eyni kütləli cisimlərdirsə, kütlələr bərabərdir də. Kütlə sabit m. Sükunət vəziyyətidir, başlayan sürətlə nə oldu? 0 oldu. Yəni yazaq. Kütlə eynidir. Sükunət vəziyyətidir, başlayan sürət 0-dır. Müxtəlif sabit qüvvələrin təsirlə qüvvələr sabitdir. Bərabər yerləşmə etdikdə yerləşmələr bərabərdir. Cisimlərin aldığı sürətin ona əvəzedici qüvvə moduna asıqram. Hə, burada qüvvələr sabit qüvvələrdir və qiymətləri fərqlidir. Çünki nə deyir burada? Müxtəlif sabit qüvvələr deyir. Yəni ona görə də f bərabər konstant çaşdıra bilər. Ona görə bunu silək. Deməli, deyir ki, sürətin qüvvədən asılı qrafiki. Deməli, arkadaşlar, düsturda m olmalıdır, s olmalıdır, qüvvə olmalıdır. Hı -hı. Başlanğıc sıfırdırsa, belə bir düstur vardır. S bərabər a t kvadratı bölsün 2. A-nın da yerinə nə yaza bilərəm? F bölünsün M. Gətirib yerinə qoysaq. S bərabər. Hə, burada sürət yox. Bu düz gəlmir. Düz gəlmir. Zaman yoxdur axı. Başqa bir düzdən istifadə edir. Sürət olmalıdır. Ha. Bu düz gəlmədi. Bu düzdən gedək. Başlanğıc sıfırdır. S bərabər V kvadratı bölü 2. Yəni, normalda su nə idi? V kvadratı çıx. V0 kvadratı bölü 2 idi. Burada V0 getdi, sıfıra nə qaldı? V kvadratı bölü 2. Düstur budur. İndi V onsuz qalacaq yerində V-ni istəyir. A-nın yerinə nə yaza bilərəm? F bölünsün M. Olacaq 2F bölünsün M. M yuxarı qalxır. MV kvadratı bölü 2F. Deməli, düstur nə oldu? S bərabər MV kvadratı bölü 2F. Burada nəyi tapmalıyam? V-ni və yaxud F-i. V-ni tapanda olur. V kvadratı bərabərdir. 2FS bölünsün M. Yəni V bərabərdir kök altında 2FS bölünsün M. İndi burada görürəm ki, V F-dən necə asılıdır? Kök altı asılıdır. Kök altı asılının qrafiki necədir? A variantında qeyd olunur. Bir neçə düsturu iç-içə qoymaqla yeni bir düstur tapdım. V bərabər kök altına 2F bölünsün M. Kök altı asılır, yəni 26-da cavabımız A variantı. Burada da təbii ki, necə bilməliyik? Bir neçə düstur bilmək lazımdır ki, tətbiq eləyəsən də. Yəni, düstur bilməsən, bu sual getdi də. Yəni, bu sualı üçün gərək düstur biləsən. Davam. Davam. 27-28 hərəkətlərdir, yəni vacib suallardır. Bunlara baxaq. Bu, yeniləşən qrafiki idi. Yeyin. Bərabər yeniləşən və bərabər yeniləşəndə də yenə bərabər təcilli olur. Təcil sabitdir və qüvvə də sabitdir. Əvəzedici qüvvə sabitdir. Yəni təcil sabitdir, qüvvə də sabitdir. Yəni cavabımız olur 200. Yəni bayaq yavaşlayan formasında idi. İndi də bərabər yeniləşən qrafikini verib. Hər iki halda bərabər təcil hərəkət olduğu üçün təcil də sabit olur, qüvvə də sabit qiymət almış olur uşaqlar. Məsəl üçün 28-də isə deyir ki, sürət sabitdir, təcil 0-dır, ona təsir edən qüvvələrin əvəziyyəti 0-a bərabərdir. Burada isə artıq bərabər sürətli hərəkətdir. Yəni S-in T-dən asılı düz xəttdirsə,
Bu bərabər sürətli hərəkətdir və bərabər sürətli hərəkətdə sürətin qiyməti sabit olur və təcridin qiyməti sıfıra bərabər olur və ona təsir edən qüvvələrin əvəziyyəsi sıfıra bərabərdir, o da düzdür. Maşallah, hamısı düzdür. Yəni cavabımız o 28-də D variantı. Düz xətti bərabər sürətli hərəkətdə sürət sabitdir, təcrid sıfırdır, əvəziyyəti qüvvənin qiyməti nə oldu? Sıfır olmuş oldu. Sıfır olmuş oldu. Devam. 29. Çevrəcə bərabər sürətli hərəkətdə cismin dökmə tezliyini 3 dəfə artıranda ona təsir edən əvəziyyəci qüvvə 40 Newton artmışdır. Əvəziyyəci qüvvənin əvvəlki qiymətini deyir, hesabla. Deməli, dostlar, tezlik 3 dəfə artırsa, N2 bərabər yazıram 3M1. Tezlik 3 dəfə artdı. Qüvvə isə deyir ki, 40 Newton artmışdır. Hı -hı. Bilməliyik ki, qüvvə tezlikdən necə asılıdır? Bunu bilmək lazımdır. F bərabər düstur MA-dır. A-nın yerinə nə yaza bilərəm? 4 pi kvadrat, N kvadrat təcilin tezlə düsturu. Görürəm ki, F N-dən necə asılıdır? Kvadratik düz asılıdır. Yəni, tezlik 3 dəfə artırsa, qüvvə onun kvadratı qədər artır. Yəni 9 dəfə artır. 3-ün kvadratı 9. Bunda belə bir şey yaza bilərəm. F2 bərabərdir 9 F1. Əvvəlki qiymətdən 9 dəfə çox. F2-ləri bərabərləşdirsək, F1 plus 40 bərabərdir 9 F1. 9 F1-dən birini çıxanda qalır 8 F1. 8 F1 bərabərdir 40. F1 nəyə bərabər olur? 5 Newton. Yəni cavabımız olacaq 29-da C variantı. Tamam. 30. Teli el olan polad kub müəyyən qüvvənin təsiri ilə A təcili alır. Həmin qüvvənin təsiri ilə teli L bölü 2 olan polad kubun aldığı təcil nəyə bərabərdir? Deməli, yoldaşlar, burada da polad kub varsa və həcm söhbəti varsa, kubun həcmini bilmək lazımdır. Kubun həcmi V bərabərdir nə idi? A kubu idi. 30-cu sual. Kubun həcmi deməli V bərabərdir A kubudur. Yəni tili 2 dəfə azalırsa, bu nə deməlidir? Tərəfi 2 dəfə azaldı. Yəni 2-nin kubu qədər olacaq. Bax, tərəf 2 dəfə azaldı. Onda V 2-nin kubu qədər azalır, 8 dəfə azalır. Til 2 dəfə azalırsa, burada həcm 8 dəfə azalır. Və həcm 8 dəfə azalırsa, kütlə də 8 dəfə azalır. Çünki M bərabərdir rho V. Həcm necə dəyişir? Kütlə ilə dəyişir. Kütlə də 8 dəfə azalır. Və kütlə 8 dəfə azalırsa, A bərabər F bölünsün. Təcil kütlənin tərs asılıdır. Təcil 8 dəfə artır. Yəni 8A olur. Demək, o sizə cavabımız olacaq. Nə? D variantı. D variantı. Yeniyə oxşuyur, amma işlədiyimiz sual tipləridir də. Kubik asılılıq. Yeniyə oxşuyur. Yeni olmalıdır. Yeni sual tipidir, amma yeni məsələ deyil. Bildiyimiz məsələdir. İndi 31-də isə yenə iş imtahanların bəzək suallarından dartı söhbəti. M, 2M və 3M kütləli 3 dənə kub var. Bir-birinə bağlanıb. Deyir ki, T gəlmə qüvvəsi 15-dirsə, T gəlmə qüvvəsi 15-dirsə, F nəyə bərabərdir? T nəyə dartır? Ancaq 3M-i. Sondakı F nəyə dartır? Hamısını. İstiqamət soladırsa, sondakı F-dir. M-i də dartır, 2M-i də dartır, 3M-i də dartır. Yəni F-in dartdığı oldu 6M. F 2 dəfə çox kütlə dartdığı üçün F-in qiyməti T-dən 2 dəfə çoxdur. Yəni T 15-dirsə F olur 30. Yəni cavabımız olacaq 31-də D variantı. F 2 dəfə çox kütlə dartırsa, qiyməti də 2 dəfə çox olmuş olacaq. Sondakı hamısını dartmış olur. Yəni birinci imtahanların, ilk imtahanların ən sevilən suallarından biridir.
Tartı sualı. Nə qədər çox kütlə artırsa, o qədər çox qüvvənin qiyməti olmuş olacaq. Deməli, buna da baxdıq. Bir dəqiqə səbirli olun, bir şeyə baxmalıyam. Nə filmi? Film vaxtıdır. Kimdi bu? Kimdi? Nəsə, davam eləyək. Tamam. 32, 33. 10 kilo kütləli cismə bir-birinə bir düz xətt üzrə əks istiqamətdə yönəlmiş iki qüvvə təsir edir. Bu cismin dərəcəsini deyir hesabla. Əks istiqamətdə isə qüvvələr nə olur? Çıxılır. Əvəzedici qüvvəni tapanda. F1 çıx F2 yazaq. Olur nə? 15 çıxılsın 10, 5. Deməli, əvəzedici qüvvənin qiyməti 5-dir. Və kütlənin də qiymətini neçə verib? 10 kilo verib. Onda təcili tapanda nə edirəm? Əvəzedici qüvvəni bölürəm kütləyə. 15-i bölürəm ona. Nisbət neçə olur? 1,5. Deməli, təcili qiyməti nəyə bərabər oldu? 1,5-ə bərabər oldu. Sonra ay 15 hardan çıxdı? Biabırçılıq, biabırçılıq, biabırçılıq. 5-i bölməli idim. 15 hardan çıxdı? Biabırçılıq, biabırçılıq. Deməli, təzyiqin qiyməti neçə oldu? 10,5 metr bölünsün saniyə kvadratı oldu. Sonra 34. M2 bərabər 3 M1 olduqda sabit hərəkətlə əlaqəli cisimlər təsvir edilən qüvvələrin F2 bölü F1 nisbətini deyir. Hesabla. Deməli, yoldaşlar, burada yenə dartı söhbətlərinə baxaq. Deməli, F1 nəyi dartır? F1 dartır. Bir dənə M1-i dartır. F2 isə həm M1-i dartır, həm də M2-ni dartır. F1 deməli bir dənə M1-i dartır. F2 isə həm M1-i dartır, həm də M2-ni dartır. Bizə də deyir ki, M2 nəyə bərabərdir? 3 dənə M1-ə. Bu da təzə sualdır. M2-nin yerinə nə yazdım? M2-nin yerinə yazıram 3 dənə M1. Olacaq M1 plus 3 M1 oldu nə? 4 M1. Deməli, F1 M1-i dartdı, F2 isə 4 M1-i tapdı. Deməli, F2 F1-dən 4 dəfə böyük olduğu üçün nisbəti neçə olacaq elə? 4 olacaq. Deməli, cavabımız olacaq 34-də 4. Bu da asan sual tipidir. Sonra 35. Disk mərkəzindən keçən şağılı O1, O2 oxu ətrafında sabit 10 radyan bölü saniyə bucaq sürətlə fırladır. Uzunluğu 50 sm olan ipin bir ucu diskin mərkəzinə birləşdirilmiş, digər ucuna isə kütləsi 300 qram olan cisim bağlanmışdır. Cisim diskə nəzərən sükətdə qalarsa, ipin gəlmə müqayisəsində neçə olur? Hə, maraqlı bir sual tipidir. Fikirlərinizi alaq. Fikirlərinizi alaq, fikirlərinizi alaq. Cavab neçə olacaq?
Yəni cavab neçə olur? Bəli. 15 cavab. Deməli, düz dedi yoldaşlar. Burada bucaq səthi varsa və uzunluq 50 sm-dirsə bu elə ipin uzunluğu, bu elə radiusdur. Radiusu göstərir. Elə eri 50 sm-dir. Bu da metrə çevirəndə 10,5 metrdir. Kütləsi də 300 qramdırsa, yəni buradan yazaq, 35-i buradan yazaq. Deməli, bucaq sürəti 10-dur. 10 radian bölünsün saniyə. Radiusu, yəni uzunluğu 50 sm-dir. Metrə çevirəndə 10,5. Kütləsi də 300 qramdır. Kiloqrama çevirəndə 10,3. Gəlmə qüvvəsi, ipin gəlmə qüvvəsi soruşur. İpin gəlmə qüvvəsi elə mərkəzdən qaçma qüvvəsinə bərabərdir. İpin gəlmə qüvvəsi olan T, bu ipin gəlmə qüvvəsi T, mərkəzdən qaçma qüvvəsinə yəni əks istiqamətdə yönəllər bərabərdir ki, cisim sükətdə qalır. Onda gəlmə qüvvəsini elə normal qaydada MA üstündən tapa bilərik. A-nın da yerinə mərkəzləşmə tezinin üstünə omega kvadratı R yazırıq. Və qiymətləri bir-birinə vuranda 14-ü vururam. Onun kvadratına 100 vurulsun 15-ə. Bu da bizə verir 15 Newton. Yəni cavabımız olur 35-də elə 15. Bu Hatice kim idi bu? Elcanla başlayıb söhbət elə. Sınav təzyiq 13 M1 cismin kütləsi. Hə, 40 36 yenə təzə sualdır. Fikirlər. Təzə suallara fikir alırıq. Sualdan danışın, sualdan danışın. 36-da sualdan danışın. Nə olacaq bunun cavabı? Bunun cavabı nə olacaq? Çıx. Gözləyirəm. Mənim vaxtım boldu gözləyirəm. 10 səhvdir. 8 düzdür. 8. Cavab 8-dir. Niyəsinə də baxaq. Deməli, uşaqlar deyir ki, üzərinə M2 bərabər 2 kilo kütləli cisim qoymuş. M1 kütləli cismə əks istiqamətdə F1 80, F2 40 Newton qüvvələr təsir edir. Onda əvəzedici qüvvəni tapanda çıxaq da, yəni 80-dən çıxıram 40-ı, demək əvəzedici qüvvənin qiyməti neçə oldu? 40 oldu. Sonra deyir ki, M1 cisminin kütləsini deyir hesabla. Hı -hı. Əvvəlcə burada təcili tapsaq sistemin təcilini əvəzedici qüvvəni bölürəm kütlələrin cəminə. Yəni əvəzedici qüvvə 40-ı bölürəm kütlələrin cəminə 2 ilə bir dəqiqə. Ha, burada təcil vardı onsuz da. M2-ni bilmirəm. Hı -hı. Əvəzedici bölünsün M1 plus M2. Buradan da M1 plus M2-ni taparam. Əvəzedicini deməli bölürəm A-ya.
Əvəzedici qüvvənin deməli qiyməti 40, A-nın da qiyməti neçədir? 4. Hı -hı. Deməli, kütlənin cəmi neçə oldu? 10 oldu. Amma bizdən sırf M1-i soruşur. M2 nə qiymət verir? 2 kilo. M2 2-dir. Onda M1-i tapanda M1 plus M2 10-dursa M1 bərabər olur 10 çıxılsın M2. Yəni 10 çıxılsın 2 cavab olur 8 kilo. Deməli, birincinin kütləsi 8 kiloya bərabər olmuş olacaq. Hə, ikinci çıxılmalı idi, bəli. İkincini çıxmaq lazım, çünki bütün kütləni yox, sırf bir dənə kütləni soruşmuş olur. Davam. Bu sual da getdi. Hə. Burada da yenə dartılma söhbətidir. Baxıram ki, T1-in qiyməti 20-dir. T1 nəyi dartır? 2M-i, 3M-i. T1 ikisini də dartır. 2M-i dartır, 3M-i dartır. T1 5M-i dartır. T2 nə qədərini dartır? Onu soruşur. Yəni, qiymətini soruşur. T1 5M-i dartırsa və T1-in qiyməti 20-dirsə, 5M-ə nə qədər düşdü? 20 düşdü. Onda 1M-ə nə qədər düşür? 4 düşür. Onda T2 nəyi də artır? 3M-i də artır. 3-ü vuraq elə 1M-ə 4-ə olacaq 12 Newton. Deməli, T1 5M-i də artır və T1-in qiyməti 20-dir. 5M-ə 20 düşürsə, 1M-i dartan qüvvənin qiyməti 4-dür. Və T2 də nəyi də artır? 3M-i də artır. Onda 3-ü vuram 4-ə, deməli T2-nin qiyməti neçə oldu? 12 olmuş oldu. Dartı sualları dediyimiz kimi vacib sual tipləridir və test-test imtahanlara ilk imtahana əsasən düşür. Sonra davam edək növbəti sual tipimizlə. Hı -hı. 38 eynidir. 39-dan danışacağım indi bağıcı təpəməz blok hərəkətindən. Gəldik 40-a. Bu da çox yaxşı sualdır. Görək kim tapacaq. Qırx. 40-dan fikir alaq. 40. Babat sualdır özdə. Və bir dəqiqə kim tapır? Gözləyirəm, gözləyirəm. Qəşəng. 60-dır. Qəşəng. 60-ı hardan aldıq? Deməli, deyir ki, sükunət vəziyyətində hərəkətə başlayan cismə təsir edən qüvvələrin vəziyyətinin proyeksiyasının zamandan qrafiqi verilmiş. İlk 10 saniyə müddətində cisim 20 metr yol gedirsə, ilk 30 saniyə müddətində cisim neçə metr yol gedər? Deməli, arkadaşlar, biz demişdim ki, ya da mən demişdim ki, yolu tapanda ən yaxşı yol sürət zaman qrafikidir. Yolu tapanda ən yaxşı yol sualı sürət zaman qrafikinə gətirmək. Çünki sürət zaman qrafikində biz yolu rahatlıqla tapa bilirik. İstiqamət dəyişə bilər, istiqamət əks istiqamət gedə bilər deyə cavabda çaşmamaq üçün mən sürət zaman qrafikinə gətirməmişəm. Misal üçün, bu qrafiki sürət zaman qrafikinə necə gətirə bilərəm? Əvvəlcə deyir, hərəkət sükunət vəziyyətindən baş verir. Yəni, əvvəlcə sənin başlanğıc sürətin qiyməti 0-dır. Birinci halda, hələ birinci hissəni deyirəm, birinci hissədə. Başlanğıc sürətin qiyməti 0-dır. Qüvvənin qiyməti 4-dür. Düzdürmü? Bizə nə deyək ki, bu ilk 10 saniyə müddətində, yəni birinci hissədə zaman 10 oldu, 10-a kimi 20 metr yol gedir.
20 metr yol gedir. İndi mən buradan təcrid tapa bilərəm. S bərabər AT ekvator bölü 2-dən A-nı tapın. A bərabər olacaq 2S bölünsün T kvadratı. Yəni A bərabərdir 2 vurulsun S-in yerinə 20, zamanın yerinə 10. Kvatı 100. Bu bizə neçə verdi? 40 bölünsün 100, yəni 0,4. Təcrid qiyməti 0,4-dür. Birinci halda, birinci hissədə. Onda kütlənin qiyməti neçə olacaq? M bərabərdir F bölünsün A. Cismin kütləsinin qiyməti 4 bölünsün 10,4, yəni 10 kilodur. İndi buradan da son sətri tapanda V bərabərdir. V0 plus AT. Başlanğıc səs 0 elə AT. 0,4'ü vururam 4'ə. Yəni 10'a, daha doğrusu zaman 10'dur. Bu bizə verir 4. Bizə demişdik ki, birinci hissədəki son sürət ikinci hissənin başlanğıc sürətidir. Yəni birinci hissədəki 4, ikinci hissədəki başlanğıc sürətidir. Deməli, ikinci hissədə başlanğıc sürət 4'dür. Yəni bura gələndə artıq sürəti 4 oldu. Bu da artıq ikincinin başlanğıcıdır. Demək, ikincidə başlanğıc sürət 4'dür. A-sı neçə olacaq? Qüvvənin qiyməti 4-dən 2-yə düşdüyü üçün, qüvvənin qiyməti 4-dən 2-yə düşdüyü üçün, qüvvə 2 dəfə azaldığı üçün, təcrid də 2 dəfə azalacaq. Yəni təcrid qiyməti artıq olacaq 10,4 yox, 10,2. Qüvvə 2 dəfə azalır, təcrid 2 dəfə azalır. 10,2 olacaq. Təcrid qiyməti 10,2-dir. Bu zaman son sürət tapanda təcrid qiyməti nədir? Mənfidir, çünki qüvvə mənfidir. Mənfidir. Düstur belə olacaq. B bərabər V0 çıx AT. Təcrid mənfi olduğu üçün. V0 neçədir? 4. Təcrid 10,2. Zaman da neçədir? 10-dan 30-a gəlib, zaman da neçədir? 20 saniyə. 10-dan 30-a gəlib 20 saniyə. 20. Bu da bizə neçə verir? 4 çıxılsın 10. Başlanğıc 4'dür, çıxılsın. 10'dakini vurdum zamana 20'yə. Bu da bizə nə verir? Mənfi 6 verir. Yəni burada artıq son sürətin qiyməti nə oldu? Mənfi 6 oldu. İndi bunun qrafikini qıraq. V-nin T-dansını. Qiymət neçədən başladı? Başlanğıc sürəti 0 idi. 0-dan başladı və və neçəyə qalxdı? 4-ə qalxdı. 4-ə qalxdı. Sonra da 4-dən düşdü. Burada yanlışlar getmədim ki. Başlanğıc sürət 4'dür. Təcil 10,4'ü böldüm 2'yə. 2 dəfə qiymət azaldı. 10'dakidir, mənfi 10'dakidir. Çünki təcil mənfidir. Qrafikdə qüvvə mənfi olduğu üçün. Başlanğıc sürət deməli 4'dür. 4'dən çıxdım. Təcilin qiyməti 10'dakini vurdum zamanı 20'yə. 10'dakini vuranda 20. Ay dünya biabırçılıq. Bir dənə də biabırçısı. Bir bax, çata baxmadım. Yəqin ki, deyirlər orada uşaqlar. Hesabına səhv gedir. Bax, 11-ə dərs salanda belə olacaq da. Deməli, 10'dakini vuranda 20'yə, bu bizə neçə verir? 4 çıxsın 4, 0 eləyir bu. Biabırçılıq. Deməli, başlayada 0-dan 4'ə qalxdı sürətin qiyməti, sonra da 4'dən düşdü nəyə? 0-a. Neçə saniyə düşdü? Bu 10'dur, bu da 30'dur. 30 saniyə 0-a düşdü. İndi mən bunun fiqron sayısını tapmalıyam. Birincidə fiqron sayısı tapanda, ya da elə ümumi fiqron sayısını tap. 4 vur 30 bölünsün 2. Nə eləyəcək uşaqlar? Elə 60 eləyəcək. 3 bucaqdır. 3 bucağın sayısını necə tapıram? 2-də 1 AH-dır. Fiqura gətirdim. Bu fiqurun sayısını tapdım da. 0-dan 4'ə qalxıb sürəti və 4-dən də 0-a düşüb 30 saniyə ərzində. 2-də 1 AH-la getdim. Bir tərəfi 30'dur, digər tərəfi 4'dür. 4'ü vurdum 30'a böldüm 2'yə. Neçə oldu cavablar? 60 metr oldu. Qəşəng sualdı, qrafiyə gətirdi. Sadəcə burada hesablamada fikir verək. Mən sağ olsun bayaq çalışdım. Qrafik sualları onsuz uzun getsəniz yaxşı olur da. Qrafik sualları hara gedirik? Hələ burada. Qrafik sualları çox vaxt son 3 dənə sual tipinə verilir.
Qrafik suallara çox vaxt son 3 sual tipinə verilir və orada belə açıq yazmanız daha yaxşıdır. Yəni bu sual təbii ki, qapalıya verilməz, yəqin ki, açığa verilir. Bir dənə 39-a bu bağlı cisimlərə baxacağıq indi. Buna danışaq. Bunları götürdünüzsə bu qeydi. Sən bağlı cisimlərdən danışa çıxıb gedəcəkdir. Nə var? Neçən sualdır bağlı cisimlər? 8 dənə sualdır da. Bir dənə də burada sual 9 dənə. Deməli, bağlı cisimlərdən danışırıq, bağlı cisimlərdən. Hı -hı. Deməli, uşaqlar, bağlı cisimlərdə biz 3 dənə düsturu bilməliydik. Sistemin təcini tapıram. Kütlələrin fərqi bölünsün. Kütlələrin cəmi vurulsun səbəşmə təcili. Modulca kütlələrin fərqi çıxılsın kütlələrin cəmi vurulsun səbəşmə təcili. Yuxarıda kütlələrin fərqidir, aşağıda kütlələrin cəmidir. Vururam səbəşmə təcilinə J-yə. J-nin də qiyməti neçə götürürdük? 10 götürürdük. Gəlmə qüvvəsi tapanda T gəlmə qüvvəsidir. 2 M1 vur M2 böl M1 plus M2 vur J düsturundan istifadə edirik gəlmə qüvvəsi tapanda. Yerləşməni tapanda S bərabərdir. AT ekvatı böl 2-dən istifadə edirik. Burada S yerdəyişmə, T gəlmə qüvvəsi, A da nədir? Təcildir. Yerdəyişmə, T də gəlmə. Hı -hı. İndi buna aid sual tiplərinə baxaq. Burada bir dənə sual qalmışdı. 39. Burada bizdə deyir ki, yüklər sistemi hərəkətə başladıkdan sonra 3 saniyə ərzində ikinci sistemin yerləşməsi modulu nəyə bərabərdir? Əvvəlcə təcili tapaq. Təcil bərabərdir kütlələrin fərqi. 6, 4 çıxırıq bir-birindən. Kütlələrin cəminə bölürük və vururuq şeyin qiymətinə, yəni 10-a. Bu bizə verir 2. Təcilin qiyməti 2-dir. Və yerləşməni tapanda AT qatı böl 2-dən istifadə edirik. A-sı 2, təcili zamanı 3, kvatı böl 2. Bu da bizə necə verəcək? 9. Yəni, birinci mən burada təcili tapdım. Sonra da təcilin qiymətini yerləşmənin yerinə qoymaqla yerləşmənin qiymətini tapdım oldu. Yaralı yerim. Niyə ki? Asandır. Sonra birinci sualda sağ tərəfdəki kütlələrə bax. Sağ tərəfdə kütlə 3M-dir. Sol tərəfdə kütlə M-dir. Yenə təcili tapanda kütlələrin fərqi. Sağ tərəf 3M-dir, sol tərəf M-dir. 3M-dən çıxıram M-i. Fərqi bölürəm kütlələrin cəminə. 3M plus M-ə. Vururam nəyə? J-yə. Bu da bizə nə verəcək? Yuxarı 2M-dir. Aşağı 4M-dir. Vururam J-yə. 4 ilə 2 ixtisar gedir. Qalır elə J bölünsün 2. M-lər gedir. Qalır elə J bölünsün 2. Yəni birinci sualın cavabı olur D variantı. Sonra keçək növbəti səhifəmizə, o biri səhifəyə. Misal üçün, 3-də də F-in gəlmə qüvvəsini soruşur. Deməli, T bərabər 2 M1 M2 düsturu yada salaq. Böl M1 plus M2 vurulsun J. 2 M1 neçədir? 1-dir. M2 neçədir? 3-dür. Bölürəm kütlərin cəminə. 1 plus 3. Vururam J-nə, yəni 10-a. Da bizə nə verir? 6 bölünsün 4, 1 onda 5, 1 onda 5 vururam 15. Deməli, cavab oldu 3-də A variantı. 4-də də həmin qayda ilə gedirsən, kütlələr verilib, vurursan 2-yə, bölürsən kütlələrin cəminə, vurursan 10-a. Yəni, rahat sual tipləridir. Sırf düsturla gedək, rahat geçsin. Misal üçün, 5-də hər ikisinin misalını soruşur. 5-ci sualı həll eləsək.
Kütlələr var 2 ilə 6. Yəni təcili tap kütlələrin fərqi, böyük kütlələrin cəmi vurulsun nəyə, j-yə, 10-a. Bu bizə verəcək 40 bölünsün 8, 5. Deməli təcili qiyməti 5-dir. Cəmi öqəsi tapanda da 2 vururuq kütlə, birinci kütlə 2-yə, ikinci kütlə 6-ya. Bölürük kütlələrin cəminə 2 plus 6 vururuq nəyə, j-yə, 10-a. Bu da bizə neçə verəcək? 24 bölünsün 8, 3, 3 vurun 30. Deməli, gəlmə qüvvəsi oldu 30, sistemin təcili oldu 5. Sırf 2 düsturla sualları həll elədik. Sonra 7-8 isə 7-8 isə F sırf nədir burada? Düstur deyil. Bax, deyir ki, ipin F gəlmə qüvvəsinin 12 Newton olduğunu bilərək ipin T gəlmə qüvvəsini tap. F nəyi də artır burada? Ancaq 1 m-də artır. F-in qiymətini bizə verib 12 Newton. Onda buradan bir qüvvə çəksəm, bu m-dir, bu m-dir. Bu nəyi də artır? Onda 2 m-də artır. Və 1 m-də artan 12-dirsə, 2 m-də artan olur 24. Deməli, buradakı qüvvə 24-dür. Və yadda saxlayırsınız. Sağda hansı qüvvə varsa, yəni sağdakı ipləri ümumi hansı qüvvə çəkirsə, soldakı da həmin qüvvə çəkir. Yəni 24 buradasa, deməli burada da 24-dür. Təpəməz blokdur. Qüvvədə qazanc yoxdur. İndi təpəməz blok keçəndə görəcəksiniz. Qüvvədə qazanc yoxdur. İplərdəki qüvvələr bir-birinə bərabər olur. Burada 24-sə, deməli burada da 24 olmalıdır. Bu təpəməz blokdur. İndi bu 24 Newton nəyi də artır? 3 m-də artır. 1-i, 2-ni 3 m-də artır. Onda hər bir m-ə nə qədər düşür? 24 bölü 3, 8 düşür. Bunu 8-də artır. Bir dənə m. Bu 2 dənə m-dir. Nəyi də artır artıq? 8 vur plus 8 16-nı da atmış olacaq. Deməli, gəlmə qüvvəsi nəyə bərabərdir? Elə 16-ya. Sırf məntiq sualıdır. Sonra 8-də isə yenə eyni qayda ilə T 1m də artır, qiyməti 20-dirsə, F 1m 2m də artır, qiyməti olacaq 2 dəfə çox 40 Newton. Deməli, F-in qiyməti nəyə bərabər oldu? 40 Newtona bərabər oldu. Bu belə. Biraz nəfəs alaq, keçək ətraflıya. Nə oldu? Maşallah, burada nə qədər sual var.